Vaxtınız xeyir. Bu gün mən sizlərə Mirzə İbrahimovun Gələcək Gün romanından bir parçanın izahını verəcəm. İlk olaraq əsər haqqında bunu demək istəyirəm ki, əsər Firidunun keçmiş günləri yada salması ilə başlayır. Firidun xatirələrində həm Tehran həyatını, həm də ki Təbrizdəki günlərini göz önündə canlandırır. Deməli burada xatirələr üzərində birinci hadisələr başlanır, daha sonra isə Firidun başına gələn bütün əhvalatları nəql edir. Təbii ki də Firidunun həyatı biz görürük ki, həm Tehranda, həm Təbrizdə keçir. Sadəcə olaraq Tehrandakı günləri xoş xatırlamır. Ümumiyyətlə Firidunun Tehran həyatı pis keçirdi. Və Təbrizin qərbində Azərşəhərdə anadan olmuşdu Firidun. Və burada doğulduğu daxmada həm atası, həm babası dünyaya gəlmişdi. Onların nəsillər boyunca bu bağda bağbanlıq edirdilər. Yəni bir-birinin peşəsini davam etdirməsini biz görürdük. Həmçinin biz burada Novruz adət-ənənələrinə də rast gələcəyik ki, məsələn, Novruzda nə baş verirdi? Ev təmizlikləri, çöl divarların ağartması, evdə təmizlik işlərinin aparılması, yorğan döşəyin çölə çıxarılması, təmizlənməsi. Yəni bu cür adət-ənənələr bu əsərdə də öz mövqeyini qoruyub saxlayacaqdır. Firidun birinci ərbab dövründən başlayaraq uşaq yaşlarında atasına bağda yardım etməsi haqqında da biz burada öyrənirik. İndi isə gəlin keçək Gələcək Gün romanından hissə-hissə izahlara, təhlillərə. Bütün günü hər tərəfdən od ələyən günəş təzəcə batmışdı. Firidun xırmanın qırağında hələ döyülməmiş buğda tayasının yanında uzanmışdı. Firidunun gözlərində həyatın ağır və əzablı səhnələri canlanırdı. Uşaqlığı, bu görürsüz səhnələr canlanır. Yəni uşaqlığı, ata, anasının ölümü bir-bir xatırlayır. Tehran həyatı, sonra Təbriz. Tehran onun üçün çox ağır bir həyat idi. Daha sonra isə Təbriz. Bu xatirələr içərisində nədənsə Tehranın əsl bir cəhənnəmi andıran isti günləri, boğucu axşamları xəyalından çəkilmirdi. Bayaq dedim, Tehran onun üçün ağır xatirələr qoymuşdu. O həm Tehranda atasını, anasını, müəllimini itirmişdi. Firidun orada həmişə özünü qəfəsdəki quş kimi hiss edirdi. Bu xatirə qarşısında ona Azərbaycanın Ağcalı və Sulu kəndləri, yazda yaşıl xalı döşənmiş kimi səfalı çəmənləri və dağları həqiqi bir cənnət kimi görünürdü. O çaxmaq qığılcımı kimi ani olaraq qəlbində baş qaldıran bir məhəbbətlə təzəcə biçilmiş taxıl qoxusu verən yumşaq və doğma torpağı qucaqladı. Üzünü ona sürtdü, gözlərindən 2 damcı yaş süzülərək yerə düşdü. Firidun Təbrizin qərbində Səhənd dağının ətəklərindən düşmüş bağ-bağatlı və dadlı meyvələri ilə məşhur olan Azərşəhərdə anadan olmuşdu. Deməli, burada dadlı meyvələrlə ad çıxarmış bir yer idi. Bu tərəfdə Urumi gölü, o biri tərəfdə isə daim başı qarlı Səhənd dağı silsilə ilə əhatə olunmuş Azərşəhər təbiətinin gözəl, səfalı güşələrindən idi. Firidunun atası Təbrizin tacirlərinin birinin Azərşəhərdəki malikanəsində bağbanlıq edirdi. Firidun xırda bir daxmada dünyaya gəlmiş, bu hündür divarla hasarlanmış, göz işlədikcə uzanan bağın darvazaları yanındakı 2 gözlü palçıq daxma idi. Firidunun atası da, babası da burada doğulmuşdu. Anası hər il mart ayında Novruz bayramı qabağı daxmanın qapı tərəfində çöl divarları ağardar, içəridəki yırtıq kilim, yorğan döşəyi çırpıb təmizləyərdi. Belə yoxsul yaşasalar da, onlar özlərini xoşbəxt hesab edirdilər. Bir tikə çörək üçün hələ onların nəslindən heç kəs başqasına əl açmamışdı. Pis yaxşı hər il qışı yaza çıxarar və beləliklə aclıq nə olduğunu bilməzdilər. Bu yaşda artıq Firidun atasının əlinin altında işləyir, meynələrin dibini boşaldır, ağacları peyvənd edə bilirdi. Yay ayları Azərşəhərdən gələn ərbab uşaqlarından hətta o əlifbanı da öyrənə bilmişdi. Atası onu vərəqləri cırılmış 1-ci sinif kitablarındakı hekayələri höcələyərək oxuduğunu gördükdə oğlunun alnından öpmüş və
iftixarla bu uşaqdan bir şey çıxacaq demişdi. Hətta o bir qədər pul yığıb Firidunu Təbriz və ya Tehranda oxumağa göndərmək fikrinə düşmüşdü. Biz bu hissədə öyrəndik ki, Firidunun atası, babası deməli köhnə bir daxmada dünyaya gəlmişdilər. Daha sonra burada Novruz bayramı adət-ənənələrindən danışdıq. Novruzda çöl divarları ağardar, kilim, yorğan döşəyi çırpardılar. Daha sonra onlar da heç kimə əl açmamışdılar, ac qalmamışdılar, pis yaxşı yaşayırdılar. Firidun isə atasının əlinin altında işləyər, meynələrin dibini boşaldar, ağacları peyvənd edər, ərbab uşaqlarından əlifbanı öyrənərdi. Hətta 1-ci sinif kitabını öcələyərək oxumasında atasında həvəs yaranmışdı ki, oğlunu Təbrizə, Tehrana oxumağa göndərsin. Lakin tezliklə bu xəyalından əl çəkməli oldu. Tehrana köçən köhnə tacir Azərşəhərdəki malikanəsini çatdı. Deməli, bunlar əvvəl bir ərbabın yanında işləyirdilər. Tezliklə onun xəyalı puça çıxır. Çünki bunların öz ərbabı Tehrana köçdü. Köhnə tacir. Yəni bu da Tehrana köçdü deyə Azərşəhərdəki malikanəsini başqasına satır və onun evinə yeni bir ərbab gəldi. Bunun da xasiyyəti çox qəribə idi. O hərəkət və danışıqlarında, insanlara münasibətində möhkəm və sabit heç nəyi yox idi. Yəni ki, tez-tez xarakteri dəyişən biri idi. O gah qarşısına çıxan hər şeyi vurub dağıdan, gah da hər şeyə laqeyd bir münasibət bəsləyən, sadəlövh, sarsaq kimi hərəkət edirdi. Onun 12 yaşlı oğlu var idi, amma o atasının xarakterində deyildi. Atasının əksinə olaraq onun çox aydın bir xarakteri var idi. Dalaşırdı, vurub sındıran, hay basıb ağlayan, qəhqəhə çəkib gülən, zırzırama bir dənə dəli idi. Daha sonra ərköyünlük və kütlüyün bir nümunəsi olan bu uşaqda ağıl düşüncənin əlaməti belə yox idi. 4 il məktəbə getdiyinə baxmayaraq, hələ də deyir əlifbanı öyrənə bilməmişdi. Əlinə gələn şeyi vurub sındırar, istədiyi adamın başına çırpar, üzünə də tüpürərdi. Heç kəs ona bir söz deyə bilməzdi. Bağa köçdüklərinin 3-cü günü o Firidunu gizlənpaç oynayırlar. 5 dəqiqə keçməmiş dəcəlliyə başlayıb bir kötüyü Firidunun başına endirmək istədi. Firidun kötüyü onun əlindən alır, qarnına da bir təpik vurur. O mutal kimi yıxıldığı yerə düşüb qalır. Nəriltisinə həyata qaçışan adamların içində ərbab da var idi. Ərbab özü gözü qızmış dəvə kimi özünü Firidunun üstünə atır. Lakin Firidun cəld arxayın və o taya keçir. Ərbab da üzü üstə yerə dəyir. Əslində o ərbaba heç nə eləmir. Ərbabın özü ayağı ilişir, yıxılır. Ay uşaqlar, tutun bu vələduzanı. Deməli, burada Firidunun heç bir günahı yox idi. Çünki kötüyü ərbabın uşağı onun başına vurmuşdu. O da ona görə onun qarnına bir təpik vurub qaçmışdı. Nökərlər Firidunun dalınca tökülüşür. Firidun ağacdan ağaca yel kimi uçaraq həsarı aşır. Bu zaman yerindən durub ətəyini çırpan ərbab Firidunun atasının yanına çağırır. Ay kişi, sənin gözündən xəyanət tökülür. Firidunun atası pambıq kimi ağarır. Ağa, 100 ildir bu torpaqda qulluq edirik. 10 sənin kimi ərbabı yola salmışıq. Hələ deyir bizə heç kim xəyanət tökülür sözü deməyibdi. Yox, deyir, sən xain adamsan, şələşüləni yığışdır, izin tozun burada qalmasın. Firidunun atası başqa bir yerdə işləmək istəsə də, ümumiyyətlə bir ərbabın qovduğunu digər ərbab işə götürməzdi. Ona görə də heç kim Firidunun atasına iş vermirdilər. Həmin ərbab Azərşəhərdən çıxmasa işin uzun sürəcəyini də yaxşı bilirdi. Ona görə o bu şəhərdən getməli idi. Elə o güncə Firidungil doğma torpağı tərk etdilər. Yəni daha uzatmadılar da, elə həmin gündə getdilər. Bax, burada bir də bu yerə diqqət yetirək ki, Firidunun atası başqa yerdə işləmək istədi. Burada istədi, lakin əvvəlcə bir ərbabı qovduğunu o bir ərbablar iş vermək istəmədilər. Yəni biz burada görürük ki, iş verməyiblər ona. Deməli, biz burada nə öyrəndik? Firidun ailəsinin işlədiyi birinci ərbab kimi idi? Təbrizdə bir tacir olmasını, bütün il boyunca Təbrizdə yaşayırdı. Yayda isə ailəsi ilə birlikdə istirahət etmək üçün bu malikanəyə gəlirdilər. Yəni, bax, birinci ərbab haqqında gəlin baxaq. Birinci ərbab sadəcə çox tez buradan uzaqlaşır. Deməli, Firidun ailəsi bəs niyə ayrılırdı? Tacir Tehrana köçdüyü üçün malikanəsini burada satmağını görürük biz. Bir dəqiqə. Tacir Tehrana köçdüyü üçün malikanəsinin başqasını satır. Firidun ailəsinin təsiri bəs bu necə olur? Ailəsi deməli pis yaxşı yaşayırdı. Qışı çıxarırdılar. Bir növ dolanışıqlarını
çətin də olsa təmin edirdilər. Deməli, ərbabın uşaqlarından əlifba öyrənirdi Firidun. Hətta atası onu oxumaq üçün hara göndərirdi? Təbrizə və ya Tehrana göndərmək qərarına gəlir. Amma nəticədə ərbabın malikanəsinin satması Firidunun və ailəsinin həyatında ciddi dəyişiklik olur. Artıq 2-ci ərbab dövründə ziddiyyətli bir xarakterə malik bir ərbabı gördük. Sadəcə Firidunun hərəkətlərinə qəzəblənir ərbab, atasını qovur və Firidunun ailəsinə bunun təsiri o cür olur ki, Firidunun atası ərbab tərəfindən qovulduğu üçün başqaları buna işə almaq istəmirlər və ərbab da deyir ki, sən artıq bu şəhərdən getməlisən. Firidun ərbab və övladına qarşı özünü müdafiə etməsini görürük biz burada. Nə olur olsun, onların qarşısında Firidun ümumiyyətlə əyilmir, mübarizə aparır. Hətta ona qarşı kötü görəndə Firidun ona da qarşılıq verir, qarnına bir təpik vurur. Və beləliklə nəticədə Firidun və ailəsi öz doğma torpaqlarından ayrılırlar və Tehrana köçməyə məcbur qalırlar. Keçirik növbəti hissəyə. Arada yanıma uşaq gəlir deyə dərsi kəsməli oluram, üzrlü sayın. Azərşəhərdən ayrıldığı gündən Firidun ata-anasının üzündə dərin bir kədər görünür. Onlar çox fikirli idilər. Zahirən təmkinli, mülayim olmağa çalışsalar da, gizlin izdırab, əndişələrini gizlədə bilmirdilər. Deməli, onlar zahirən yaxşı görünməyə çalışırdılar, amma daxillərində izdırab keçirirdilər. Firidun xüsusən anasının çox sıxıldığını hətta hiss edirdi. Deməli, arvad torpaqdan qoparılmış bənövşə kimi hər an, hər dəqiqə şikayət etmədən sakitcə saralıb solurdu. Bir gecə uzun yoldan sonra hansısa bir karvan saradasa şirin yatdıqları zaman Laylaya oxşar bir ağlama səsinə Firidun yuxudan ayıldı. Anası onun başını dizi üstünə alaraq oturmuşdu. Firidun dərhal anasının boynuna sarılaraq, bərk yatmış atasını oyatmamaq üçün yavaşcadan "Anacan, ağlama, sən Allah ağlama" dedi. O gündən anası bir daha ağlamadı. Lakin hər gün biraz da solmağa, saralmağa başladı. Qüssə onu içini yeyirdi. Tehrana atıldıqlarının 3-cü ayı elə beləcə sakit bir şam kimi arvad sönüb getdi. Deməli, Tehrana gələndən 3 ay sonra anası ölür. Bu, Firidunun həyatında ən ağır xatirə olur. Tehranda onlar çox çətinlik çəkdilər. Bir neçə gün bazar ayağında qaldılar. Sonra kiçik bir otaq kirayə etdilər. Atası iş tapa bilmədiyi üçün getdikcə əndişələri daha da artdı. Lakin xoşbəxtlikdən o Xudmani bir bağı və həyəti olan yaşlı bir adama rast gəldi. Bu, ata-baba Tehranlı olan təqribən 65-70 yaşlı qoca bir müəllim idi. Firidunun atası bir ilin ərzində bağın səlqəsini dəyişdi, yeni ağaclar saldı, yaxşı güllüklər düzəltdi, cürbəcür peyvənd etdi. Müəllim ondan çox razı qaldı. Birinci aylar Firidun atasına kömək edirdi. Deməli, biz burada gördük ki, onlar Azərşəhərə gəldikdən sonra ata-anasının vəziyyəti daha da ağırlaşmışdı. Amma Firidun anasından ağlamamağını istəyirdi və anası get-gedə bənövşə kimi solmağa başlayırdı. Daha sonra biz burada görürük ki, onlar Tehrana gələndə anası yəni ölür, anası 3-cü aydan sonra ölür və bir müddət bazar ayağında, daha sonra otaq kirayə edib qalırlar. Daha sonra bir dənə bağı olan 3-cü ərbabın yanına gəlirlər. Bu kişi çox yaxşı bir kişi idi. Amma bu kişinin yanında anası yox idi da. Yəni Firidunun atası qalırdı. Çünki anası artıq ölmüşdü. Deməli, bir il ərzində atası da həmin bağın səliqəsini dəyişirdi. Lakin bu saadət uzun sürmədi. Tehrana gəldiklərinin 3-cü yayında, bax burada 3-cü yay, yəni 3 il sonra da atası ölür. 3 ay sonra anası ölmüşdü, 3 il sonra isə atası. Atasının xəstəliyin səbəbi burada var idi. Qarın yatalağı ilə naxoşladı və naxoşluğun 7-ci günündə xəstəxanada vəfat etdi. Deməli, xəstəxanada ölür. Firidun tək qalır. Təbiətən və tərbiyəsinə görə insanpərvər olan qoca müəllim onu küçələrə təbii ki də atmır, onu oxudur. Şəhərdə minlərlə yetim, başsız uşaqları görən Firidunun qəlbi bu müəllimi ömrü boyu unutmayacağı bir minnətdarlıqla doldu. Ögey qardaşı uşaqlarından başqa heç kəsi olmayan bu müəllim xəyalpərvər bir adam idi. Deməli, onun heç kimi yox idi. Ögey qardaşı uşaqları yalnız var idi. O dünyadakı bütün fəlakətlərin səbəbini cəhalətdə görürdü. Firidun bir il Təbrizdə işlədi. 2-ci ili bu qərara gəldi ki, başqalarının gözünü açmaq
açmaq üçün hələ daha artıq biliyə möhtacdır. Deməli, Firidun təhsil alır, qoca müəllim ona təhsil verir, o qayıdır Təbrizdə gəlir, işləyir. Amma ikinci ili o düşünür ki, başqalarının da gözünü açmaq mütləq vacibdir. Ona görə də Darülfünuna daxil olmaq fikri ilə gəlir Tehrana ki, mən universitet oxuyacağam. İlk əvvəl onu atalıq etmiş qocanın yanına getməyi özünə borc bilir. Böyük həyətin taxta qapısında dəmiri döydü. Tezliklə qapı açıldı. Amma qapı açılanda onun qabağına tanımadığı bir adam çıxır. Üst başından nökərə oxşayan bu adam Firidunun həyəcanlı suallarına qarşı laqeyd, adi bir səslə cavab verildi və Firidun burada öyrənir ki, 6 ay əvvəl bunun müəllimi ölübdür və mülkünə qardaşı uşaqları, dediyi ögey qardaşı uşaqları sahib olub. Bir anda sanki böyük bir şəhər Firidunun tamamilə yabancı və düşmən göründü. Qoca müəlliminin ata və anasının qəbrini ziyarət etdikdən sonra, deməli bunun ata və anası da Tehranda dəfn olunmuşdu. Təbrizə qayıtmaq istədi, amma sonra tezliklə bu fikirdən də əl çəkdi ki, yayda Təbrizdə nə edəcək? O bura gəlmişdi ki, Darülfünuna daxil olsun, biraz daha çox işləsin. Kənddə dayısı, deməli Təbrizin kəndində dayısı Musa kişinin yanına getməyə qərarı aldı. Deyir ki, yayı mən orada işlərəm, payız üçündə bir şey düzəldib Tehrana qayıdardı. Deməli biz burada nə görürük? Biz burada görürük ki, Firidun Təbrizdə bir il işləyir, ikinci ili başqalarının gözünü açmaq üçün hələ də artıq biliyə möhtac olduğunu görür. Buna görə də universitetə daxil olmaq fikrini qərarı alır, Tehrana gəlir. Amma öyrənir ki, müəllimi 6 ay qabaq ölübdür və onun mülkünə də öz qardaş uşaqları sahib çıxmışdı. Daha sonra atasının, anasının, müəlliminin qəbrini ziyarət edir. Təbrizə qayıtmaq istəyir, amma qayıtmır. Kəndə gedir dayısının yanına. Daha sonra isə deyir, orada mən yay üçün işlərəm, nəsə toplayaram. Sonra da Tehrana qayıdaram. Gecə öz pərdəsini yığıb gedir. Yəni dan yeri sökülürdü. Gecə artıq səhər açılmağa başlayırdı. Görürsüz buradakı məcaz nə gözəl yaradılıb. Firidun Musa dayının Allah Ekber səsinə yuxudan ayıldı. Hava sakit idi. Axşamdan əsən meh gecə yarısı kəsilmişdi. Buna baxmayaraq çöllərdən, təpələrdən hələ biçilib qurtarmamış və başını aşağı dikmiş zəmilərdən yüngül və sərin bir hava otların iyini, sümbüllərin qoxusunu xırmana gətirirdi. Nə üfüqlərdə, nə gökyüzündə bir tükə bulud yox idi. Mavi boşluqlar göz işlədikcə uzanıb gedirdi. Gündüz çox isti olacaqdı. Nə üfüqlərdə, nə gökyüzündə dediyi bir tükə bulud yox idi. Artıq səhər açılmağa başlamışdı. Firidun qalxıb üst başını təmizlədi. Gecənin ayazından buz kimi olmuş cüzənin suyu ilə əl-üzünü yudu. Sanki ona yeni bir həyat gəldi. Balaca ot tayasının yanında gövşəyin öküzləri gətirib vələ qoşdu. Deməli, öküzləri vələ qoşulması özü də vəlin üstünə çıxdı. İlk dəfə Musa kişidən eşitdikdə ləzzətdən qəhqəhə çəkib güldüyü sözlərlə öküzləri səslədi. Ha, ha, dədəm sənə qurban, ha. Firidun vəlin üstündə idi. Sübdən işləyən və istidən üzülüb taqətdən düşmüş öküzlər zorla hərəkət edirdilər. Firidun özü də bərk yorulmuşdu. Musa dayı, Səriyə xala və uşaqlar da işləyirdilər. Deməli, burada Səriyə Musanın həyat yoldaşı idi. Deməli, Musanın 2-dən çox uşağı var idi. Onlar sovuq atır, taxılı xəlbilləri, xırmanı təmizləyirdilər. Ayaz sovruq atan atasına kömək edirdi. Deməli, burada sovruq taxılı təmizləmək üçün havaya atma deməkdir. Musa kişi məhəbbət və ümid dolu nəzərlə ona baxırdı. Düşmən toxumağıdır. Allah saxlasın deyirdi. Bu gün sabah yekə oğlan olub əlimdən tutacaq. Təbii ki də bu sözlər Ayazı daha da həvəsləndirirdi və daha da ciddiyyətlə işləməyə başlayırdı. Atasının onun böyük yerinə qoymasına sevinirdi. Birazdan sonra Firidun yorğun halda tərdən islanmış öküzləri açaraq ot tayasına kölgəsinə gətirdi. Musa kişi yaş, ot bağlarından birini açıb onların qabağına tökdü və "Ha, dedəm sizə qurban" deyib boyunlarını tumarladı. Gülnaz saxsı bardaqdakı qatıqdan mis kasaya töküb ucu yeyilmiş taxta qaşıqla çalmağa başladı. Onun içinə çörək, göy soğan, xiyar, bulaq yarpısı doğradı. Yenə taxta qaşıqla çaldı. Kuzədən su töküb ovduq düzəltdi və Musa kişi ilə Firidunun qabağına qoydu. Onlar sükut içində ovduqdan bir az yemişdilər ki, Həsənalının çığırtısını eşitdilər. Köməyə gəlin, kafir məni öldürdü. Deməli, Həsənalı burada ilanı kafir adlandırır. Yerlərindən sıçrayıb onun yanına qaçdılar. Həsənalı balağı dizindən azca aşağı bez tumanı bərk-bərk buduna sıxaraq qışqırdı. Gürzə çaldı, gürzə çaldı.
Gəlin biz üçüncü hissəni ümumiləşdirək. Firidunun ailəsinin işlədiyi üçüncü ərbab dövründə kim idi? Qoca müəllim əslən Tehranlı idi. 65-70 yaşları olardı. Xəyalpərvər bir insan idi. Dünyada olan bütün fəlakətlərin səbəbini bu qoca müəllim cəhalətdə görürdü. Deməli, Firidunun ailəsi bunun yanından ayrılmır. Tehrana köçdükdən 3 ay sonra anası, 3 il sonra atası ölür. Amma anası həmin müəllimin yanında olmur da, çünki ondan qabaq ölmüşdü. Tehrana gəldikləri zaman iş tapa bilmədikləri üçün çıxılmaz vəziyyətə düşürlər. Qoca müəllimin sayəsində yenidən görürük ki, həyata atılırlar.